Salam, bu Poladdır. Günün 24 saatini, 25 saatini dərs oxuyur. Hamımızın eşitdiyi o məşhur xalqın uşaq ifadəsinin müəllif hüquqları böyük ehtimalla ona məxsusdur. Bu isə Nazlıdır. Diplomat olmaq istəyir. Həm dərsdə fəaldır, həm də bufetdə. Nazlı gəlməyən gün bufetin dövriyyəsi əməlli başlı hiss olunur. Bu Nuraydır. Hüquqşünas olmaq istəyir. Özünü haqlı çıxarmaq qabiliyyətinə görə artıq yarı vəkil hesab oluna bilər. Pozitivliyi o qədər yüksəkdir ki, yağışlı günü belə günəşli kimi təqdim edə bilər. Gələcəyin marketoloqu Səkinə. Bu isə gələcəyin biznesmeni Elşaddır. O qədər ucadan danışır ki, fikirləri koridorun o başına çatır. Bu Gülaydır. Gələcəyin ədəbiyyat müəllimi olmaq istəyir. Emosionaldır. Bir şeir oxusa, təsirlənən ilk adam elə özü olur. Bu isə Şəfəqdir. Sosial işçi olmaq istəyir. Gecə dərsi oxuyur, gündüz yatır. Onun səhəri bizim gün ortadan sonra başlayır. Bu Səbinədir. O qədər sakitdir ki, müəllim davamiyyəti yoxlayanda adını ikinci dəfə səsləyir. Qısacası, hər biri bir başqadır. Amma onları birləşdirən dəyər Bani seminariyasıdır. İmtahanda hər birinizə uğurlar.